Bürclər min illərdir mövcuddur və bunun səbəbi sadə deyil. Qədim Babil və Misirdən başlayan zodiak sistemi sadəcə inanclar yox, göy müşahidələr üzərində qurulmuşdu. İnsanlar gördülər ki, Günəş il boyunca 12 ulduz qrupunun içindən keçir və bu sistem təqvimi əkinçiliyi və dənizçiliyi idarə etməyə kömək edirdi. Yəni bürclərin tarixi real astronomiyadan başlayır. Bəs bu ulduz qrupları həqiqətən insan taleyinə və xarakterinə təsir edirmi? Elm deyir ki, yox. Şuurlu təsir sübut olunmayıb. Bürc ilə insan davranışı arasında sabit elmi əlaqə tapılmayıb. Amma bu qədər insanın inanması da boşuna deyil. İnsan beyni ümumi cümlələri özündə uyğunlaşdırır və buna Barnum effekti deyilir. Həm də mədəniyyət, psixologiya və nəsillərlə gələn ənənə şuuraltıya təsir edir. Min illərdir davam etməsinin səbəbi də budur. Bir maraqlı tərəf isə budur ki, doğum tarixi insan xarakterinə dolayı yolla təsir göstərə bilər. Mövsüm, gün uzunluğu, ana bətnindəki hormon səviyyələri, bütün bunlar psixologiyada sezonalit effekt kimi tanınır. Bu astrologiyanın dediyi kimi ulduzların təsiri deyil, amma doğulduğun vaxtın biologiyaya təsiri elmdə qəbul olunmuş faktdır. Yekun budur ki, bürclər tarixi və mədəni reallıqdır. Astronomik olaraq bürc qrupları var. Astrologiya isə elmi təsdiq olunmayıb, amma insanların niyə buna bağlandığını izah edən güclü psixoloji və tarixi səbəblər var. Ona görə bürclər nə tam doğrudur, nə də tam yanlışdır. Sadəcə min illərdir həyatımıza qarışmış bir insan ənənəsidir. Bəs siz hansı bürcsüz?